2 torba verilmiştir. Birinci torbada 3 ağ, 4 kırmızı. İkincide 2 ağ, 3 kırmızı şar vardır. Birinciden ağ, ikinciden kırmızı və yaxud birinciden kırmızı, ikinciden ağ şarın çıxma ehtimalını tap. Deməli, 2 dənə torbadır. Torbaların birində deməli ağ 3 dənə, kırmızı 4 dənə. Kırmızı 4. İkincidə isə ağ 2 dənə, ağ 2 dənə, 3 kırmızı. 3 kırmızı, kırmızı 3 dənə. İndi birinciden ağ çıxsa, ikinciden deməli cəmi burada 7 dənədir. Deməli, ikincidə isə 2 ağ, 3 kırmızı. Burada isə cəmi 5 dənədir. Buradan ağ çıxsa, buradan kırmızı çıxsın. Buradan kırmızı çıxsa, ondan ikinciden deməli ağ çıxsın. Buradan ağ çıxsa, 7'də 3. İkinciden kırmızı çıxsın. Cəmi 5 dənədir, kırmızı 3 dənə. 5'də 3. Vur 5'də 3 plus. Deməli, birinciden kırmızı çıxsa, 7'də 4. Bıraq. İkinciden deməli ağ çıxsın. 5'də 2. Yəni birinciden deməli ağ çıxsa, ikinciden kırmızı. Birinciden kırmızı çıxsa, 7'də 4. İkinciden isə deməli ağ çıxsın. 5'də 2. Bərabərdir. 35'də 9 plus 35'də 8. Bərabərdir 35'də 17.